gün sizə əmək tərbiyəsi mövzusunu təqdim edəcəyim. Bilirik ki, əmək tərbiyəsi tərbiyənin tərkib hissələrindən biridir. Ağıl tərbiyəsi kimi, estetik və fiziki tərbiyə kimi, əxlaq tərbiyəsi kimi. Biz bu gün əmək tərbiyəsində əmək tərbiyəsinin mahiyyətini, əmək tərbiyəsinin vəzifələrini, əmək tərbiyəsinin sistemini və peşə yönümünü, şagirdlərin peşə yönümü işlə yönləndirilməsini öyrənəcəyim. İlk öncə baxaq, əmək nədir? Əmək, insanın həyati məqsədlərə çatmaq üçün malik olduğu qabiliyyətləri gerçəkləşdirən çalışdığı fəaliyyət növüdür. Əmək tərbiyəsi isə gənc nəslin psixoloji və əməli cəhətdən zəhmətə hazırlanması, onlarda əmək tərbiyəsi vərdişlərinin formalaşdırılması üçün məqsədyönlü şəkildə təsir göstərmək prosesidir. Əmək mədəniyyətinin formalaşdırılması mənəviyyatla sıx bağlıdır. Biz bunu əxlaq tərbiyəsi mövzusunda öyrənmişik. Əxlaq nədir, mənəviyyat nədir? Ki, birbaşa əmək tərbiyəsi də şagirdlərin əxlaqının və mənəviyyatının formalaşmasında müsbət rol oynayır. Məsələn, işgüzarlıq, təşəbbüskarlıq, mütəşəkkillik, icraçılıq, çalışqanlıq, əməyə münasibətin formalaşmasında rol oynayan əsas iradi keyfiyyətlərdir. Əmək tərbiyəsinin əsas məqsədi böyüyən nəsildə əməyə müsbət münasibət formalaşdırmaqdır. Onun özünün və cəmiyyətin xeyrinə, əməyə, əxlaqa, fiziki və texniki baxımdan hazır olmaq keyfiyyəti aşılamaqdır. Əmək tərbiyəsinin əsas qanuna uyğunluğu isə uşaqları məhsuldar əmək vərdişlərinə alışdırmaq və təlimin məhsuldar əməklə birləşdirilməsi ilə bağlılığı ilə əlaqədardır. Əmək tərbiyəsinin bir sıra vəzifələri vardır. Bu vəzifələrə aiddir ki, əmək tərbiyəsi əsasən hər bir insanın həmçinin bütövlükdə cəmiyyətin firavanlığını təmin etməkdən ötürü məktəblərinə sabit, sıx əxlaqi və iradi keyfiyyətlərin tərbiyə edilməsi prosesidir. Bura nümunə olaraq göstərə bilərik peşə həftəsinin həyata keçirilməsini. Məsələn, müxtəlif peşə həftələri həyata keçirilir. Bu peşələrdə əməkçi insanların hansı işlərlə məşğul olduğu uşaqların diqqətinə çatdırılır. Burada nümunə göstərə bilərik ki, çörəyin hazırlanması prosesini. Çörəyin hazırlanması prosesi ta ki, taxıl toxumunun əkin sahəsində məhsuldar bar verməsinə və onun fabriklərə daşınaraq un, xəmir, çörək çalına salınmasına və sonunda satışa çıxarılması və bizim süfrəmizə gəlib çatması ilə əlaqədar olaraq video çarx hazırlasaq qısa şəkildə. Bundan biz şagirdlərə çatdırmış olarıq ki, əməkçi insanlar hər hansısa bir əmək prosesində, hər hansısa bir peşədə hansı əziyyətləri çəkirlər. Bu da onlarda istər-istəməz cəmiyyətin firavanlığının əsasının əmək olduğu, əməkçi insanlara rəğbət hissinin formalaşdırılması məsələlərini ön plana çəkir. İkinci olaraq, əməyə düzgün münasibət formalaşdırmaqdan ötürü məktəblərdə sabit əxlaqi və iradi keyfiyyətlərin tərbiyə edilməsi əsas götürülür ki, burada da əsasən şagirdlərin başladığın işi bitir layihəsi təşkil edərək bu motivasiya əsasında uşaqların başladığı işi yarımçıq qoymaq deyil, mütləq bitirməyin zərurliyini onlara aşılamaq lazımdır. Məsələn, ev tapşırıqlarının hansı qaydada yerinə yetirilməsi məsələsi ola bilər və yaxud da hər hansısa bir müstəqil şəkildə bədii əsərin oxunması ola bilər, hər hansısa bir layihənin üzərində çalışma prosesi ola bilər ki, başladığın işi bitir devizi altında biz uşaqlara ilk əməyə müsbət münasibət formalaşdırmaq məqsədi ilə əmək prosesinə hardan başlanmalı və nəticə olaraq nələri əldə etməli, başladığı işi yarımçıq qoymamağa öyrətmiş oluruq. Üçüncü olaraq, müasir istehsalatda uğur qazanmaq üçün zəruri olan ümumi və politexnik təhsilə dair biliklərin və xüsusi bacarıqların şagirdlərdə formalaşdırılması vəzifə olaraq qarşıya qoyulur ki, biz burada texnologiya dərslərində, STEM dərslərində müəyyən layihələrin hazırlanması, fiqurların hazırlanması məsələsini ön plana çəkə bilərik ki, burada uşaqlar əsasən, məsələn, onlarda həm kompüter bacarıqları formalaşdırırıq bunun nəticəsində, müəyyən layihələrin hazırlanması, fiqurların hazırlanması STEM dərslərində bunları onlarda formalaşdırmış oluruq. Və ən nəhayəti və ən vacibi uşaqların düzgün peşə seçiminə köməklik göstərilməsidir ki, buna uyğun olaraq peşə günləri təşkil edərək müəyyən ixtisaslara yiyələnmiş valideynləri həmin o peşə günlərinə cəlb edib və yaxud da öz işində olan mütəxəssis ustadları bu tədbirə cəlb edib uşaqlara öz işləri haqqında məlumat verməsi və uşaqları müəyyən peşələrə qarşı həvəsləndirilməsi məsələsini əsas götürə bilərik. Və uşaqların düzgün peşə seçiminə köməklik göstərməsi əsasən bu kiçik detaldan başlayaraq daha böyük bir yerə uşağın özünün peşə seçiminə müstəqil şəkildə peşə seçiminə köməklik göstərir ki, bunda barəsində biz geniş şəkildə danışacağıq. Əmək tərbiyəsinin sistemi nədir? Məktəblərin iştirak etdikləri əmək növləri vardır. Məktəblər ilk olaraq iştirak edirlər məişət əməyində,
sonra yaşları məktəb yaşı dövründə təlim əməyində, ictimai faydalı əməkdə və məhsuldar əməkdə. Məişət əməyinin digər adı da özünə xidmət əməyidir ki, bu əmək vərdişləri məktəbəqədər yaşlı uşaqlarda formalaşdırılır. Daha kiçik yaşlarından artıq uşaqlarda formalaşdırmağa başlayır bu əmək növü. Bu əmək növünün məqsədi əsasən kiçik yaşlarından uşaqların özünə xidmət etməsi, məişət əməyində iştirak etməsi əsas götürülür. Məsələn, biz özünə xidmət əməyini nümunə olaraq göstərə bilərik. Saçını daraması, paltarlarını geyməyə çalışması, otağını səlqəyə salması, oyuncaqlarını yerinə yığması, bütün bunların hamısı kiçik bir detal kimi görünsə də, uşaqlarda ilk əmək vərdişlərini formalaşdırır. Məişət əməyi kimi göstərə bilərik, müəyyən yaş dövründə artıq uşaqlar ailədə, məişətdə bir sıra kiçik işlər uşaqlara tapşırılmalıdır, üzərlərinə məsuliyyət qoyulmalıdır və bunun nəticəsində məsələn süfrənin hazırlanmasıdır, süfrəyə artıq öz gücünə müvafiq avadanlıqların gətirilməsidir. Yenə qeyd edirəm, öz otağının səlqəyə saxlanılmasıdır. Sonra formalaşır məktəbəqədər yaş dövründə kitablarının səlqəyə salınması, səlqəyə saxlanması, məsuliyyət onların üzərinə qoyulması onlarda artıq məişət əməyini və yaxud özünə xidmət əməyini formalaşdırır. Bu müəyyən bir sıra əxlaqi və iradi keyfiyyətlərin formalaşmasına da təsir göstərir məişət əməyi. Bura aiddir öz işinə cavabdehlik, məsuliyyətlilik, sahibkarlıq, dözümlülük, çalışqanlıq və əməksevərlik kimi müsbət keyfiyyətləri onlarda formalaşdıra bilərik. Digər əmək növümüz əsasən məişət özünə xidmət əməyinin məzmununa qeyd elədik ki, daxildir. Yatağını yığmaq, paltarlarını səlqəyə salmaq, dəftər kitabı üz çəkmək, sinif otağını təmiz saxlamaq və s. Sonrakı mərhələdə uşaqlar məktəb yaşına başladığı dövrdən, hətta məktəbəqədər dövrdən də bu başlayır, təlim əməyi ilə məşğul olurlar. Buna əqli əmək də deyirlər. Bu əmək növünə əsasən belə deyək, ən çətin əmək növü sayılır bu əmək növü. Çünki şagirdlərin gərgin əqli fəaliyyət ağır zəhmət və vaxt tələb edir. Bu əmək mürəkkəbliyi həm də ondadır ki, onun nəticələrindən bəhrələnmə dərhal baş vermir. Bu da uşaqlara daim motivasiyada qalmasına istində problem yaradır və uşaqlar təlim əməyinin əsl dəyərlərini sonralar və yaxud həyat boyu hiss eləyirlər. Ona görə də bu uşaqlara belə deyək, artıq arada müəyyən bir fasilə olduğuna görə uşaqlar buna çətin alışırlar. Təlim əməyi zamanı şagirdlər istehsalatın, iqtisadiyyatın, müasir həyatın əsaslarına dair biliklərə yiyələnirlər və onlar dərk eləyirlər ki, müasir istehsalatda müvəffəqiyyətlə çalışmaq təhsilin mühüm göstəricilərindən biridir və təhsilin əsaslarına yiyələnməklə biz özümüzdə bu səviyyəni təmin edə bilərik. Təlim əməyinin əsas vəzifəsi əsasən şagirdə öyrənməyi öyrətməkdir. Bəzən biz düşünürük ki, şagirdlərə yeni məlumatları, informasiyaları verməklə artıq hər şeyə nail oluruq, amma bu belə deyil. Şagirdlərə müəyyən yaşdan sonra, müəyyən prosesdən sonra artıq müstəqil şəkildə onlara özlərini necə müstəqil şəkildə biliklər əldə edə bilərlər, məlumatlar əldə edə bilərlər və düzgün informasiya yiyələnə bilərlər. Bunları onlarda formalaşdırmaq lazımdır və onun metodika və texnikasına yiyələndirmək lazımdır. Bilikləri müstəqil şəkildə qavraya bilmək imkanı vermək lazımdır şagirdlərə ki, bunlar da təlim əməyinin səmərəliliyinə birbaşa təsir göstərən göstəricilərdir. Digər əmək növümüz məhsuldar əməkdir. Bu əmək növünə haqqı ödənilən əmək də deyilir. Burada əsasən sərvətlərin yaradılmasına yönələn bir əmək növüdür. Nümunə olaraq göstərə bilərik ki, məsələn, şagirdlər həyatiyani sahədə məhsullar yetişdirməklə bir növ bu əməkdə iştirak edə bilirlər. Yəni, öz əməklərinin bəhrəsini görmək şagirdləri daha da çox həvəsləndirir, motivasiya verir ki, onlar əmək fəaliyyətində iştirak etsinlər. Bir sıra nümunələr göstərə bilərik bunlar ki, uşaqlar müstəqil şəkildə, məsələn, hər hansısa bir aksesuarın hazırlanmasıdır, hər hansısa bir əşyanın hazırlanması və onun üzərindən maddiyyatın əldə olunmasında biz bura nümunə göstərə bilərik. Və digər əmək növümüz ictimai faydalı əməkdir. İctimai faydalı əməyə həmişə deyirik ki, əgər belə deyək, heç bir mənfəət gözləmədən, heç bir xeyri güdmədən yerinə yetirilən əmək növüdür ki, bu əmək növünü, bu əmək vərdişlərini şagirdlərdə formalaşdırmaq vacibdir. Bu, belə deyək, ictimai əhəmiyyət daşıyan bir əmək növüdür. Məqsəd yönlü, planlı, şuurlu, könüllü fəaliyyətdir. İctimai faydalı əmək prosesində şagirdlər bir sıra şəxsi keyfiyyətlərə yiyələnirlər.
həmrəylik kimi, təmənnasız əmək kimi, xeyirxahlıq kimi, ictimai məsuliyyət kimi, yaradıcı fəallıq kimi, mütəşəkkillik kimi, vətəndaşlıq hissinin və s. formalaşdırılması kimi. Biz buna məsələn nümunə göstərə bilərik. Məsələn, tutalım ki, bizim yaşadığımız ərazidə köməyə ehtiyacı olan bir nəfər yaşayır. Şagirdlərin həmin şəxsə köməyi bazarlığın edilməsində, məişət işlərində köməyin göstərilməsi ictimai faydalı əmək sayıla bilər. Və yaxud da qoyulur məktəblərin nəzdində şagirdlər daha çox buna könüllü şəkildə cəlb olunurlar. Ekologiyanın qorunması məqsədi ilə ətrafın təmizlənməsi, müəyyən parkların, müəyyən ərazilərin təmizlənməsi, sərgiyə salınması, tullantılardan təmizlənməsində biz ictimai faydalı əmək kimi göstərə bilərik. Və ictimai faydalı əmək zamanı, tərbiyəsi zamanı bir sıra pedaqoji şərtlər gözlənilir. Bu pedaqoji şərtlərə daxildir əmək tərbiyəsinə lap kiçik yaşlardan başlamaq lazımdır. Bəzən düşünürük ki, uşaqları böyüdükcə, yaşları artdıqca onların özləri əmək prosesində iştirak edəcəklər, buna səy göstərəcəklər. Amma təəssüflər olsun ki, bu yanlışdır. Lap kiçik yaşlarından məişət əməyindən başlayaraq uşaqlara əmək vərdişləri aşılamaq lazımdır. Nə qədər ki, uşaqların özləri bunlara maraqlıdırlar və həvəslidirlər. Əmək tərbiyəsində uşaqların daha çox ictimai və əxlaqi mahiyyət daşımalıdır uşaqların əmək fəaliyyəti. Tək uşaqların özünə xeyir eləyən məsələlər yox, həm də ictimaiyyətə, ətraf ailəmə xeyir vermək və onların əməyinə müsbət münasibət formalaşdırmaq da burada vacibdir. Əmək mümkün çətinlik dərəcəsinə malik olmalıdır. Mütləq bunu nəzərə almaq lazımdır. Uşaqların gücünə müvafiq olmalıdır və uşaqları var gücü ilə işləməyə sövq etməlidir. Məsələn, əgər uşağın yaşından kiçik əmək tapşırsaq, hər hansısa bir əmək tapşırsaq, ona belə deyək, laqeyd münasibət göstərəcək. Gücündən artıq hər hansısa bir əməyi ondan tələb eləsək, əlbəttə ki, gücü çatmadığına görə yerinə yetirməyi bacarmayacaq və bunun da motivasiyasını aşağı salacaqdır. Və əməyə nəzarət mütləq olmalıdır və bu pedaqoji ustalıqla aparılmalıdır. Şagirdlərdə öz qüvvələrinə inam yaratmaq hissini formalaşdırmaq lazımdır. Əmək şagirdlərin yaşına, psixoloji vəziyyətinə uyğun olmalıdır və əmək növləri tez-tez dəyişməlidir. Məsələn, biz məktəbdə tutalım ki, tapşırırıq, əmək tərbiyəsinə aid olaraq sinifin sərgiyə salınması, sinifdə olan bitkilərə, canlılara qulluq edilməsi, partaların sərgiyə salınması, bütün bunların kitab dəftərlərin sərgiyə salınması, nizamlı şəkildə bunları dəyişmək lazımdır ki, uşaq üçün həm sıxıcı gəlməsin, həm də bunların dəyişikliyin olması uşağın əhval-ruhiyyəsini də yaxşılaşdırır və mütləq əməyi istirahətlə növbələşdirməliyik. Əmək cəmiyyətində şagirdlərin təlim məqsədlərinə xidmət etməlidir. Uşaq gördüyü əmək növündə, əsasən də şagird gördüyü əmək növündə, hər hansı bir əmək fəaliyyətində mütləq orada onun işinə yarayacaq, təlim prosesinin səmərələrini artıra biləcək hər hansı bir nüans olmalıdır və şagirdlər əməyin təşkili zamanı dəqiq təlimatdan istifadə etməlidirlər. Bundan əlavə əmək prosesinə nəzarət prosesində nəticələr hesablanmalı və əmək növündən asılı olaraq şagirdin əməyi qiymətləndirilməlidir. Nəzarətin olması, nəticələrin aşırılanıb üzə çıxarılması və dəyərləndirilməsi əlbəttə ki, şagirdin əmək fəaliyyətində birbaşa iştirakına müsbət təsir göstərəcək. Peşə yönümü vardır. Bu, əmək tərbiyəsinin əsasında formalaşan bir xüsusiyyətdir. İlk öncə baxaq, peşə nədir? Peşə əsasən xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və praktik vərdişlərə yiyələnmiş insanın əmək fəaliyyətinin sahəsidir. Peşə yönümü isə şagirdlərin peşə seçməsinə hazırlanmasıdır. Burada uyğun peşə yiyələnməsi məqsədi ilə həyata keçirilən pedaqoji tədbirlər sistemidir ki, günümüzdə də aktual olan məsələlərdəndir. Uşaqların peşə seçimi və peşəyə istiqamətləndirilməsi. Peşə seçimi içinə dırnaqarası baxmaq lazım deyil. Çünki bu şagirdin, uşağın, gəncin birbaşa gələcək həyatını formalaşdırır, gələcək həyatına yön verir, istiqamətləndirir və öz mövqeyini müəyyən etməsinə təsir göstərir. Peşə yönümündə əsasən peşəyə yönəltmə, peşə təməyili, peşə məsləhəti, peşə dəyişmə kimi növləri var bunların. Bunlara baxaq, bunlar nədir? Peşəyə ümumiyyətlə yönəltmə əsasən hər hansısa bir təcrübəyə əsaslanaraq gənclərin peşə seçiminə istiqamətləndirilməsi, peşəyə yönləndirilməsi burada əsas rol oynayır. Bu əsrlər boyu görmüşük araşdırmalarda və oxuduğumuz əsərlərdə. Məsələn, Əhmədi Marağayda nümunə gətirə bilərik. Deyir ki, öz övladına verə biləcəyin ən yaxşı var dövlətdən biri də düzgün peşəsinin olmasıdır. Buna əsas götürülür.
Bu peşə təmayülündə əsasən biz öyrənirik uşaqların peşəyə istiqamətləndirilməsi, ilkin peşə vərdişlərinin, peşə bacarıqlarının formalaşdırılmasını. Əvvəl də qeyd elədik ki, uşaqların peşəyə qarşı, onun iqtisadiyyatla, müasir əmək bazarı ilə əlaqələndirilməsi ilə uyğun olaraq peşə günləri təşkil etmək lazımdır. Həmin bu peşə günləri təşkil etmək uşaqların peşəyə yönəlməsi işinə birbaşa təsir göstərir. Məsələn, şagirdləri universitetlərə cəlb etmək, universitet gəzintiləri təşkil etmək, onların müəyyən fakültələrlə, ixtisaslarla tanış olmasına şərait yaradır və həmçinin də öz peşəsini mütəxəssisi olanlarla ünsiyyət qurmaq, əlaqə yaratmaq, maarifləndirici söhbətlər aparmaq, onların müəyyən peşəyə istiqamətləndirilməsinə, yönəlməsinə müsbət təsir göstərir. Peşə maarifi Peşə məsləhətində peşə maarifi və peşəyə uyğunluq əsas rol oynayır. Peşə maarifi nədir? Peşə maarifi əsasən onun məqsədi şagirdlərin geniş və rəngarəng peşələr aləmi ilə tanış etməkdir. Müəyyən peşələrin xüsusiyyətləridir, insanların verdiyi tələblərdir, cəmiyyətin, istehsalatın, iqtisadiyyatın tələblərinə uyğun olaraq peşəyə yönləndirmələr əsas göstərilir. Peşə uyğunluğu isə əsasən müəyyən öz xüsusiyyətlərimizə görə, fərdi xüsusiyyətlərimizə görə hansı peşəyə uyğunluq, bunun öhdəsindən necə gələ bilərik? Məsələn, nümunə göstərə bilərik ki, məsələn, tutam ki, biz futbolu çox sevirik. Sadəcə olaraq kollektiv şəkildə işləmək bizim üçün deyil. Biz daha çox fərdi nailiyyət, fərdi uğur əldə edə bilərik. O, bizim peşəyə uyğun olmadığımızı göstərir. Ya bunun iki çıxış yolu var, ya futbolu deyil, fərdi hər hansısa bir idman sahəsinə istiqamətlənmək və yaxud da kollektivlə uyğunlaşmağı bacarmaq, kollektivlə işləməyə bacarmaq, bu kimin keyfiyyətləri özümüzdə formalaşdırmaq əsas götürülür. Peşə tərbiyəsi əsasən peşə yönümü işinin bu komponenti məktəbdə aparılan peşə yönümü sistemində tamamlayıcı mərhələdir və peşə ilə bağlı olan bir sıra keyfiyyətləri formalaşdırır, bir sıra xüsusiyyətləri formalaşdırır. Peşəyə aid olan biliş və bacarıqları onların, şagirdlərin diqqətinə çatdırır və əsasən belə deyək, peşə seçimə həm də şagirdin öz arzusuna, istəyinə, qabiliyyətinə, bacarığına uyğun olmalıdır və mütləq seçdiyi peşəni şagird sevməlidir. Peşəsini sevən, peşəsinin vurğunu olan kamil mütəxəssisin şəxsiyyətin formalaşmasına əsasən bununla biz səbəb oluruq. Peşələr haqqında söhbətlər etməklə, şəxsi sənət və yaradıcılıq materiallarını onların nəzərinə, diqqətinə çatdırmaqla, ailə üzvlərinin müəyyən peşə barəsində tanışdığı, müəyyən peşə haqqında rəyi ilə, maraq və meyillərin müəyyənləşdirilməsi ilə, peşənin yararlılığı barəsində məlumat verməklə və peşə meyillərini, qabiliyyətlərini aşkara çıxarmaqla, formalaşdırmaqla, peşə məsləhəti və peşə seçmək üçün tibbi müayinələr aparmaqla biz şagirdləri peşə seçməyə istiqamətləndirə bilərik ki, peşə yönümü də əsasən bu vəzifəni öz üzərinə götürür. Bugünkü mühazirəmiz bu qədər. Sağ olun.